Sergey Vasilyeviç Raxmaninov 1873-cü ilin 20 mart tarixində Novqorod quberniyasının Oleg malikanəsində o qədər də dövlətli olmayan Zadagan ailəsində anadan olmuşdur. Raxmaninovun valideynləri musiqi istedadına malik, musiqini sevən, istirahətlərinin çox vaxtını ona sərf edən insanlar olmuşdur. Gələcək bəstəkar 4 yaşında ilk musiqi dərslərini anasından alır. 80-ci illərin əvvəlində Raxmanovlar ailəsi Peterburqa köçür. Kiçik Raxmaninov Peterburq konservatoriyasına Demyanskinin sinfinə qəbul olunur. Lakin yeniyetmə musiqiçinin uğurları onun yüksək istedadına uyğun gəlmir. Bunun səbəbi şagirdin az çalışqanlığı, həm də onun istedadının müəllim tərəfindən qiymətləndirilməməsi olur. 1885-ci ildə Raxmaninovlar məşhur pianoçu Zlotinin məsləhəti ilə uşağı Moskva konservatoriyasına verirlər. Bu dövrdən başlayaraq Raxmaninovun musiqi inkişafında qətiyyətli dəyişikliklər baş verməyə başlayır. O, aşağı siniflərin şagirdlərinə dərs deyən müəllim Zverevin sinfində dərs alır, həm də digər şagirdlərlə birlikdə onun evində məskunlaşır. Zverev təkcə şagirdlərə fortepianoda çalğını öyrətmir, həm də onların hərtərəfli musiqili və mədəni inkişafına qayğı göstərirdi. Zverevin düşünülmüş pedaqoji və tərbiyəvi sistemi Raxmanova olduqca səmərəli təsir göstərir. Onda ciddi bədii zövq və özünə qarşı artistik tələbatını yaradır. 1888-ci ildə Raxmanov konservatoriyanın böyük yaş qrupu şöbəsinə keçərək müəllim Zolotinin sinifində dərs alır. Artıq bu dövrdə gənc musiqiçidə bəstəkarlıq qabiliyyəti müşahidə edilir və o fortepiano ilə paralel Tanayevin sinifində kontrapunkt, Arenskinin sinifində isə sərbəst bəstəkarlıq dərsləri almağa başlayır. 1891-ci ildə Raxmanov konservatoriyanın fortepiano sinifi üzrə bitirir. Konservatoriya illərində o müxtəlif janrlarda bir çox əsərlər bəstələyir. Onların arasında iri həcmli əsərləri, onlardan ən əhəmiyyətlisi fortepiano üçün birinci konserti Fa diyez minoru qeyd etmək olar. 1892-ci ilin yazında Raxmaninov konservatoriyanı bəstəkarlıq sinifi üzrə bitirir. İmtahan üçün o 17 günə yazdığı bir pərdəli Aleko operasının partiturasını təqdim edir. Çaykovski bu operaya böyük rəğbət hissi ilə yanaşır. Məhz onun dəstəyi ilə opera 1893-cü ilin aprel ayında Böyük Teatrın səhnəsində tamaşaya qoyulur. Konservatoriyanı bitirdikdən sonra Raxmanov müxtəlif janrlarda çoxsaylı əsərlər bəstələyir. O əsasən fortepiano, kamera vokal və orkestr musiqisi sahəsində işləyir. 1897-ci ilə qədər o 3 dəftər romans yazır. Fortepiano əsərləri arasında 452 fortepiano üçün birinci suitasını və xüsusilə də musiqi anlarını qeyd etmək olar. Çaykovskinin vəfatından sarsılan Raxmaninov təsirli elegik trionu yazaraq onu böyük sənətkarın xatirəsinə həsr edir. Raxmaninovun 90-cı illərdə simfonik janrda ən yaxşı əsəri Utios fantaziyası və 1-ci simfoniya re minorudur. 90-cı illərin ortalarında Raxmanovun adı geniş dinləyici auditoriyasında, həmçinin Peterburq və Moskva musiqiçiləri dairəsində məşhurlaşmağa başlayır. Bu dövrdə Raxmanov həm də ifaçı kimi tanınmağa başlayır. O, özünün fortepiano əsərləri ilə əvvəlcə Moskvada, sonra isə Rusiyanın digər şəhərlərində çıxışlar edir. 1893-cü ildə Raxmaninov Kiyev şəhərində tamaşaya qoyulan Aleko operasına dirijorluq edir. 1897-ci ilin yazında Peterburqda keçən Rus simfonik konsertlərində ifa edilən 1-ci simfoniya tam uğursuzluq qazanır və bunu ağır zərbə kimi qiymətləndirən bəstəkar əsərin partiturasını məhv edir. Onun yaradıcılıq fəaliyyəti bir müddət kəsilir.
1897-ci ilin payızında Rəhməninovun professional dirijorluq fəaliyyəti başlayır. Bir mövsüm ərzində o, Moskvada Mamontovun şəxsi operasında xidmət edərək özünü görkəmli dirijor kimi göstərir. Bu dövrdən başlayaraq Şalyapin ilə dostluğu və müştərək çıxışları davam edir. 1899-cu ildə Rəhməninov xaricə Londona konsert səfərinə gedərək orada pianoçu və dirijor kimi öz əsərlərini ifa edir. 1900-cü il ərəfəsində onun yaradıcılığında böhran aradan götürülür və bəstəkar iki yeni iri həcmli əsər, fortepiano üçün ikinci konsert və iki fortepiano üçün ikinci suita üzərində işləməyə başlayır. 1901-ci ildə tamamlanan ikinci konsert bəstəkarın tam yetkinliyi və yaradıcılığının mərkəzi mərhələsinin başlandığını göstərir. 1906-cı ilə qədər Rəhməninov bir çox əsərlər yazır. Onlardan ən yaxşıları violonçeli üçün, fortepiano üçün sonata, Nekrasovun mətninə Bahar kantatası, romanslar, prelüdlər, Xəsis Cəngavər və Francesca da Rimini operalarıdır. 1904-cü ilin payızından 1906-cı ilin yazına qədər Rəhməninov Böyük Teatrın dirijoru olur. 1906-cı ildə teatrdan uzaqlaşır və xaricə İtaliyaya, daha sonra Dresdenə səfər edir. Dresdendə ikinci simfoniyası, Ölülər Adası simfonik şəklini, romans silsiləsini, fortepiano üçün birinci sonatasını, Monna Vanna operasının əhəmiyyətli hissəsini yazır. Salambo operası haqqında düşün. 1909-cu ildə Rusiyaya qayıdaraq bəstəkar fortepiano üçün 3-cü konsertini, özünün ən yaxşı əsərlərindən birini yazır. Daha sonra o, etud şəkillərin 2 dəftərini və ikinci sonatasını bəstələyir. 1900 və 1910-cu illərdə yazılan əsərlərdə Rəhməninov üçün xarakterik olan üslub xüsusiyyətləri, əsl simfoniklik və forma genişliyi, gözəl dolğun çevik, həqiqi musiqi dili, melodiyanın ifadəliliyi və gözəlliyi tamamlanmış ifadə əldə edilir. Rəhməninov müntəzəm olaraq Moskvada, Peterburqda və Rusiyanın digər şəhərlərində çıxışları. 1917-ci ilin sonunda Rəhməninov xaricə səfər etməsi onun üçün böyük səhv addımı olur. Bu səhvin ağır yükünü bəstəkar ömrünün axırına qədər daşımalı olur. Ailəsi ilə İsveçə səfər edən, Fransada olan Rəhməninov 1917-ci ilin payızından yaşamaq məqsədi ilə Amerika Birləşmiş Ştatlarına səfər edir. 30-cu illərdən bəstəkar Avropada, İsveçrədə daimi yaşayış yeri quraraq, hər il burada gərgin konsert fəaliyyətindən uzaqlaşaraq istirahət edir. Bəstəkarın Rusiyadan getməsi demək olar ki, 10 illik yaradıcı susqunluğu ilə nəticələnir. Mühacirətin ilk illəri ərzində Rəhməninov öz repertuarını əhəmiyyətli dərəcədə genişləndirir və özünü intensiv konsert fəaliyyətinə həsr edir. Yalnız 1926-cı ildə o bəstəkarlıq fəaliyyətinə qayıdır və 4-cü konsertini və xor ilə orkestri üçün 3 rus mahnısını tamamlayır. 30-cu illərdə yeni əsərlər böyük fasilələrlə yaranır. Bunlar fortepiano üçün Corelli mövzusunda variasiyalar, fortepiano ilə orkestri üçün Paganini mövzusunda Rapsodiya, 3-cü simfoniya aiddir. 1940-cı ildə bəstəkarın sonuncu bəstəsi orkestri üçün simfonik rəqslər tamamlanır. Bunlardan başqa o bir neçə fortepiano transkripsiyasını və bəzi əvvəlki əsərlərinin yeni redaksiyasını hazırlayır. İkinci Dünya müharibəsi illərində vətəndən kənarda qalması Rəhməninovu xüsusilə narahat edir. Rəhməninov bu dövrdə silsilə konsertlər verir və yığılan məbləği SSR Müdafiə Fonduna göndərir. Bir ay ərzində inkişaf edən ölümcül xəstəlik nəticəsində 1943-cü ilin 28 martında Rəhməninov vəfat edir.